Böyük Orta Doğu Projesi Meydanda adlı məqaləmdə mən o məqaləmdə açıq şəkildə bildirdim ki, Böyük Orta Doğu Projesi Böyük İsrail siyasətini təbliğ edir. Yəni Böyük İsrail vəd edilmiş dırnaq içində torpaqları təbliğ eləyir. Yəni bununla baxın, Böyük Orta Doğu Projesi ilə müsəlman ölkələri məhv etdilər. Xüsusən İraqı, Suriyanı, İranı və Türkiyə. Yəni bu sadaladığım ölkələr İraq, Suriya, İran, Türkiyə. Bu ölkələr Böyük Orta Doğu Projesinin əsas hədəf ölkələri idi. Baxın, İraqda diktator Səddam iş başındaydı və Səddam Amerikalılarla əməkdaşlıq etdi. Bu əməkdaşlıq nədən ibarət idi? Səddam, Amerikanın prezidenti Səddam Amerikanın təyinatı ilə, daha doğrusu Amerikanın ona verdiyi dəstəklə İraqda yaşayan kürdlərə soyqırım törətdi. Bununla da İraqda yaşayan kürdlərlə Səddam arasında ayrılıq baş verdi. Baxın, görürsünüz, İraqın şimal-qərbində bir Kürdistan muxtariyyəti var. Başında da Bərzani var. Bu belə. İraq Kürdistanı bu cür yarandı. Daha sonra Suriyada keçdilər. Suriyada terörist, vəhşi, cani Əsəd rejimi iqtidardaydı və bu Əsəd rejimi də kürdlərə qarşı, yəni Suriyada yaşayan kürdlərə qarşı həddən artıq vəhşiləşmişdi. Yenə də İraqdakı o senari həyata keçdi. Əsədlə Suriyada yaşayan kürdlərlə rejim olan Əsədi Amerika ayırdı. Halda Suriyada yaşayan kürdlər Əsədə qarşı çıxdı. Haqlı olaraq qarşı çıxdı və Suriyada yaşayan kürdlərlə Əsəd rejimi ayrıldı. Baxın, artıq Suriyada da bir Kürdistan vilayəti var. Başında da Məzlum Abdi deyilən bir lider var. İndi isə baxın, İranda Kürdistan, həmin o İraqda, Suriyadakı o Kürdistan planın İranda yaratmaq istəyirlər. Baxın, Amerika İranı hər yerdən vurub çıxarır. İraqdan çıxartdı, Suriyadan çıxartdı, Yəməndən də vurub çıxardır. Yəməndə də İran Husiləri dəstəkləyirdi. Yəni, Amerika Trumpın iqtidara gəlməsi ilə İranı hər yerdən vurub çıxardır. İran axırda sonda bilirsiniz özünə dönəcək. Çünki İran bugün çox ağır Amerikanın iqtisadi sanksiyası altındadır. İranda yaşayan xalqlar rejimə nifrət edir. Bu da Amerikanın siyasətinə xidmət etmişdir. Baxın, görəcəksiniz, İranda yaşayan kürdlər ayağa qalxacaq. Bunu Amerikanın sayəsində edəcəklər. Yenə də həmin o əvvəl də qeyd etdim, İraq, Suriya, Kürdistanı kimi burada da İrandakı molla rejimi ilə İranda yaşayan kürdləri ayıracaqlar. Rejim onlara soyqırım törədəcək və kürdlərlə molla rejimi ayrılacaq. İranda da Kürdistan yaranacaq. Başında da oyuncaq bir lider qoyacaqlar. Beləliklə İraqda Kürdistan, Suriyada Kürdistan, İranda Kürdistan, sonuncu ölkə Türkiyə olacaq. Türkiyədə də yetərincə Kürd xalqı var. Onlar da Ərdoğan rejimindən cana gəliblər. Beləliklə Türkiyənin güneydoğu, yəni cənub-şərq torpağında da Kürdistan yaradacaqlar. Nümayəndə olaraq da o terroristi lider təyin edəcəklər. Və bu İraqda Kürdistan,
Suriyada Kürdistan, İranda Kürdistan, Türkiyədə Kürdistan. Bunları birləşdirib Böyük İsrail xəritəsində birləşdirəcəklər. Böyük Orta Doğu projesi budur. Mən o Böyük Orta Doğu projesi meydanlarda, məqaləmdə də bunu dedim. Böyük Orta Doğu projesi Böyük İsrail yaradır. Hər kəs mənə o məqaləmə görə tənqid etdi. Amma gördünüz, yenə mən haqlı çıxdım. Yəni, reallıq budur, gerçəklik budur. Heç nə təsadüfən baş vermir. Onun üçün də artıq siz dövlətlər, daha doğrusu üzr istəyirəm, iqtidarlar ərazisində yaşayan xalqlara ayrıseçkilik etməməlidir. Onların hüquqlarını qorumalıdır. Biz bunun üçün çalışırıq. Yəni, reallıq budur. Bir daha deyirəm, heç nə təsadüfən baş vermir.